Bugün sizə dənizçiliyin ən maraqlı ənənələrinin birindən, gəminin suya salınması mərasimində şampan şüşəsinin sındırılmasından danışacağıq. Dənizçilikdə gəmi sadəcə bir nəqliyyat vasitəsi deyil, canlı bir varlıq kimi qəbul olunur. Gəmiyə ad verilir, təqdim olunur və təntənəli mərasimlə öz həyatına başlayır. Şampan şüşəsinin sındırılması da məhz bu canlı varlığın yola salınması, ona uğur dilənməsi məqsədi ilə həyata keçirilir. Başqa sözlə, bu mərasim gəmini möhkəmləndirmək mənasına gəlir. Bu ənənənin tarixi ta qədim dövrlərə gedib çıxır. Orta əsrlərdə İngiltərədə gəmini suya salarkən qızıl fincanda şərab gətirərmişlər. Şərabı içər, fincanı isə dənizə atarmışlar. Qədim Romalılar isə təzə tikilən gəmini şərabla yuyarmışlar. 18-ci əsrdən qənaət məqsədi ilə yalnız bir butulka qırmızı şərab, daha sonra isə gəminin bortunda sındırılan şampan şüşəsi ilə kifayətlənmişlər. Bəs niyə məhz şampan şüşəsi? Şampan həm bayramın simvolu sayılır, həm də onun köpükləri yeni başlanğıcları əks etdirir. Deyilənə görə şüşənin sındırılması zamanı şampan köpüklərinin dalğalarla birləşməsi gəminin uğurlu səfərlərə hazır olduğunu bildirir. Asko da öz gəmilərinin suya salınması mərasimlərində şampan butulkasının sındırılması ənənəsini davam etdirir. Hətta bir vaxtlar Askonun donanmasında istismar edilmiş və 20 yanvar hadisələrində qəhrəman dənizçilərin özlərinə qərargah seçdiyi Sabit Orucov sərnişin gəmisinin suya salınma mərasimində sındırılmış şampan şüşəsinin qalığı indi Suraxanı Gəmi Muzeyində sərgilənir. Bizdən isə bugünlük bu qədər. Dənizçilik və gəmiçiliklə bağlı sizi maraqlandıran hər hansı bir məqam varsa, şərhdə qeyd etməyi unutmayın. Növbəti videolarımızı məmnuniyyətlə həmin mövzuya həsr edə bilərik. Görüşmək ümidi ilə hələlik.